Sən mənə dedin, mən də sənə dedim ki, mən gedib gizlində görüşmürəm. Nədir, məndə aşkardadır. Deməyeydin, cavabı da almayaydın. Deyirsən, cavabı da alırsan, xoşun gəlmir. Elə deyirsən, mən gülə-gülə sözümü soxun, süzdürün mənə baxın. Elə bir dünya var, harda var? Olmaz axı, ağzıma gələn dünən danışmışsan yoru kayıtlardan sonra mənim haqqımda. Sənin də keçmişimi bilirik. Mənim nə keçmişimi bilirsən? Nə olub mənim keçmişimə? Dalaşmaqdır, TikTokda hamı dalaşıb. Bir dənə mən dalaşmışam. Hamı bir-birinin üzünə də söyüb, barışıb da. Hamı eləyib də bunu. Təhcə mən eləmişəm bəyəm. Təhcə mən eləmişəm bunu. Təhcə mən eləməmişəm ki, ay ürək. Durub deyir, mən qalik sözünü pis mənada demirəm, zarafata deyirəm. Biz buna deyəndə amma zarafat qəbul eləmir. Bu xoşuna gəlmədi. Sən deyir, niyə cəmaat o sözü deyirsən? Bəs sən nə deyirsən? Cavan qızdır, subay qızdır. Salmısan 700. Bəlkə bunu insandır. TikTokdan aralaşdı, kimsə aldı. Dörd cəmaatın ağzına salırsan 700. Ayıbdır. Durub səfərə deyirsən ki, Ləman məni qızışdırdı. Dünən canlı başlayan kimi çatda oturub demədi. Niyə hamı 700 yazır? Niyə hamı 700 yazır? Hələ heç mənə salam verməmiş girən kimi o sözü dedin canlıda. Haqsız danışma da. Haqsız danışma yine. Mən səni qızışdırdım bəyəm. Deyir, 700 nöş yazırsınız. Dünən də deyirsən ki, sənin ətrafındakiler görürük də. Ay aşkım, 700. Ayıbdır da. Dünən mənim haqqımda nələr danışmışsan. Mən səni nə pislik eləmişəm. Mən sözün düzün dediyimə görə pis oluram. Sən heç axır bu son 1-2-3 həftə bundan qabaq mənlə belə döyürdün. Bilmirəm səni doldururlar, sənə nə deyirlər, sənə nə demirlər. Ay beloş. Sən yaman çox dəyişmişsən. Sən o yanındakı ulduz xəstəliyinə tutulan var ha. Bir də ki o. İkimiz elə bil ki dünyanı siz yaratmışsınız. Biz sizin ayağınızın altıyıq sadəcə. Cəmaata yuxarıdan aşağı baxırsınız. Bəlkə mənə elə gəlir. Bəlkə mən səhv bilirəm. Bəlkə mən səhv görürəm. Bəlkə mənə elə gəlir. Amma axır vaxtlar mənim gördüyüm odur, başa düşdün? Siz çox dəyişmişsiniz. Siz əvvəl başqa cür idiniz, indi başqa cürsüz. Durub misafirə canlıya kimsə qoşursan, bizə ay Allah, elə hamı hədiyyədən danışır. Hədiyyə. Hamının ekranına, sənin boş ekranına gələn kimi hədiyyələr gəlmir. Hamıya səni kimi şey durmurlar. Burada elələri var ki, çörək pulunu PK eləyərək qazanır. Sən də canlı yayında uyarı gələn kimi hədiyyə uyarısı qaçıb gedirsən. Otur da uyarı gələndə orada. Nöş oturmursan? Gedin Instagramda aç giran hədiyyəyə görə açmırsan. Yapışmırsan ki, mən hədiyyəyə görə açmıram. Açmırsan hədiyyəyə görə, aç bütün günü canlıvı, səni izləyən izləyəcək. Qoy oradan hədiyyəni bağla, otur. Göy biz hədiyyəyə görə oturmuşuq. Söz atır. Yemək yeyənlər belə oldu. Ay aşkım. Sən də yeyirsən. O gün lobya yeyirdin. Nə bilim dedibul içirdin. Nə deyirlər az ona? O Kitayların yeməyi var. Sushidir, duşidir, puşidir. Onu basıb yeyirsən. Mən efirdə yemək yeyirsən. Sən nə şiyirsən? Sən nə şiyirsən? Nə şiyirsən? Nə şiyirsən? Sual verirəm. Nə şiyirsən? Hə? Sən yayın argumentin çıxıb divanda tullanıb düşməkdir. Bizimki də budur da. Sən elə canlı adam yığırsan, biz də belə yığırıq. Sən o cür qazanırsan, insanlar da bu cür qazanır. Sən niyə kimi sözündən aşağı yuxarı görürsən ki? Bildikdə səni 30K izləyir. Hə, nə olsun? Özünü işte atıb qoyursan dağın başına. Sən TikTok'a gələndən səni 30K izləmir ki. Ayıb deyil. İnsan danışanda bir ayaq yörə qoyma.